Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bugünkü Qurban Bayramı ərəfəsində verilən bayram günlərindən istifadə edərək hər kəs olduğu kimi biz də rayona getmək qərarına gəldik. Bu dəfəki gəzintimiz Astara, Sım kəndi ətrafında olacaq. Planlaşdırırıq ki, deməli turla Sım kəndində olan Sım şəlaləsinə, daha sonra Dustaqxana şəlaləsinə və Ballıqayaya gedək. Oraya səfər eləyək və gördüyünüz kimi artıq çantamız hazırdır. Buradan ilk çəkilişimi edirəm. Bu da mənim kimdir, tanış ola bilərsiniz. Və gedək sizi həmin gözəl yerlərlə tanış edeyim. İzləmədə qalın. Hələlik. Və əziz izləyicilər, nəhayət ki biz Sım kəndinə çatdıq. Səhər saat 7-də Gənclik metrosundan çıxdıq və gördüyünüz bu ərazidə maşınımız gəldi, saxladı. Bu sprinterlə gəlmişik və mən burada gəlib qoşulduğum turun səhifəsini qeyd edirəm. Tour and Camping səhifəsidir və istəsəz də siz də onlarla tura qoşulub gəlib səyahət edə bilərsiniz də, yəni maraqlı yerlər görə bilərsiniz. Və maşınımız burada bizi saxladı. Biz burada əynimizi dəyişdik, lazım olan əşyaları götürdük və indi isə bu UAZ markalı maşınlarla gedirik Sım şəlaləsinə. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İndi isə səfərimizə davam edelim. İzləyicilər, bu gördüyünüz UAZlarla gedirik biz yuxarı Sım şəlaləsinə. Çox sağ ol, təşəkkürlər. Böyle kesin oturun. Ya Allah. Böyle. Tiyaları sizin numara. Usundan çıkaralım. Uspokój nie ładnie. izləyicilər, deməli
Biz Sprinterdən sonra gördüyünüz bu Boğaz maşınlarına mindik və Sım kəndinin özünə gətirdik. Və buradan biz şəlaləyə gedirik. Gördüyünüz kimi şəlalə reklamları da burada yazılıb. Və bu şəlalənin adı Şirhal şəlaləsidir. Sadəcə olaraq el arasında Sım şəlaləsi də deyilir. Artıq yolumuz buradandır. Davam edirik. Və gördüyünüz kimi səfərimizə davam edirik. Və budur. Şirhal şəlaləsi 13 dəqiqə göstərir. Və kəndin mərkəzinə isə buradan gedir. Və qeyd edeyim ki, mən 2021-ci ildə burada olmuşam. Və 2021-dən sonra görünür ki, bura diqqət daha çox ayırıblar. Həm pilləkənlərdir, həm belə hasarı alınmadı. Bunlara diqqət ediblər. Bu da gələn turistlərin sayının çoxluğunun asılıdır. Salam, necəsiz? Salam. Yaxşı. Konfet istəyirəm. Haza? Mən konfet istəyirəm. Konfet istəyirsən? Verim də sizə konfet. Kəndin içinə it axtarmağa gedirəm. Səfərimizə davam edirik əziz izləyicilər. Kənd uşaqları da qarşımıza çıxdılar. Şirniyyat istəyirdilər. Üstümüzdən olanlardan verdik. Balaca dostlarımız. Səfərimiz isə davam edir. Bu tur deyərdim asan orta turlardan biridir. Yəni hər bir kəs bu kəndə gəlib bu gözəllikləri məncə görə bilər. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Sizin hər bir bəyənməyiniz və hər bir abunəviz mənim üçün böyük dəstəkdir. İzləmədə qalın. Budur. Şirhal şəlaləsi görsənir. Kəndin mərkəzindən yaxın məsafədə yerləşir. Maşın saxladıqdan sonra isə çox asan yollarla gəlib şəlaləyə çata bilərsiniz. Və burada istəsəz çay içmək üçün oturma yerləri var. Xidmətini soruşaq. Uşaqlar salam, necəsiz? Burada işləyirsiniz? Çay neçədir sizdə? 4 manat. Video qoyuram, ona görə cəmaət gələndə bilsinlər. Və burada ailəvizlə oturub istirahət edə bilərsiniz. Və bu da Astara Sım kəndində yerləşən Sım şəlaləsi və ya Şirhal şəlaləsi. Yaşıllığı, rəngləri çox gözəldir. Bugün biz 3 nöqtəyə deyəcəyik. Biri bu şəlalədir, digəri Dustaqxana, növbəti isə Ballıqaya olacaq. İzləmədə qalın, kanalıma abunə olmağı, bəyənməyi unutmayın.